Valideynlər bir çox hallarda uşaqlarının təlim göstəricilərinin aşağı olmasından gileylənirlər və bunun asanlıqla həll olunması üçün məsləhət istəyirlər. Belə valideynlərin nəzərinə çatdırmaq lazımdır ki, akademik bir mühitin olmadığı ailədə və ya ümumiyyətlə akademik mühit qalsın bir yana, sağlam maraq dairəsi olmayan valideynlərin öhdəsində böyüyən uşaq necə oxumağa maraqlı ola bilər? Uşağın ehtiyacı budur ki, valideynləri ilə öz doğmalıq bağlarını qoruya bilmək üçün onunla ortaq maraq dairəsində görüşsün. Və əgər uşaq görürsə ki, valideyn daha çox telefonda vaxt keçirdir, seriala baxır və yaxud məşhurların qalmaqallarını izləyir. Belə olan halda uşaq tarixə, riyaziyyata necə maraqlı olsun? O, təbii ki, öz doğmalıq bağlarını qoruya bilmək üçün elə həmin mövzulara maraq göstərəcək ki, qoy valideynləri ilə o ortaq maraq dairəsində görüşsün. Ona görə də övladınızın elmə maraqlı olmağını istəyirsinizsə, öz maraq dairənizi dəyişin.